3 manatlıq dürüm necə ola bilər? Bunun içində ət var. Kənd çolpasından dönər hazırlaya bilməzsiniz də. Bu sizə o qədər baha başa gələcək ki, yəni hesablayın. Deyək ki, bunu broilerlə hazırlayırlar, yenə həmin qiymətə gəlib çıxa bilməyəcəksiniz. Bizim ölkəmizdə 90% qidalar təbii məhsullardır. Təbii məhsullar qəbul ediriksə, bəs niyə kökəlirik? Suyu da çox etsən ziyan olar misalı var da. Fast foodu hər gün qəbul etmək olmaz. Fast foodun üstündə belə bir söz olmalı, bu mənim şəxsi fikrimdir ki, hər gün istifadə edilməməlidir. Düzgün qidalanmaq üçün birinci növbədə səhər yeməyini yaddan çıxarmaq lazımdır. İmmuniteti qaldırmanın da ən asan yolu bizim ölkə üçün, ən asan yolu zəfərandır. Dünyanın ən bahalı ədviyyatı zəfərandır və o bizim ölkədə yetişir. Qara çay istifadə etsin, mütləq içində limon olmalıdır. Mütləq. Amma limonu axırda yeməmək şərti ilə. Ay, çaydan çıxardıb. Çaydan çıxardıb limonu yemək lazımdır ehtiyatla. Ümumiyyətlə bizim ölkədə nə yetişirsə onunla qidalanmaq lazımdır. Kamal Mənsimli 1985-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. Orta təhsilini 275 nömrəli məktəbdə almış, daha sonra Odlar Yurdu Universitetini və Azərbaycan Texnologiya Universitetini fərqlənməklə bitirmişdir. Azad araşdırmaçı kimi fəaliyyət göstərən Kamal Mənsimli sağlam arıqlama və qidalanma üzrə əldə etdiyi nailiyyətlərlə tanınır. Hobbilərinə kitab oxumaq, balıq tutmaq, yürüyüş etmək və təbiətdə istirahət daxildir. Ailəlidir, bir övladı var. Kamal bəy, xoş gördük. Xoş gördük. Bir çox xanımların mətbəxdə ən böyük, düşünürəm ki, problemlərindən biri soyuducudan düzgün istifadə edə bilməməkdir. Yəni biz nə gəldi, necə gəldi ilə basırıq soyuducuya, alt, yuxarı, aşağı, ürəyimiz nəyə hara istəyir ora yerləşdiririk, amma heç bir göstəriciləri nəzərə almırıq. Soyuducu məsələsi belədir ki, biz əslində soyuducuya biz elə də çox belə ciddi baxmırıq, amma soyuducu çox ciddi məsələdir bizim üçün. Birinci soyuducu hər 30 gündən bir təmizlənməlidir. Elektrik cəryanından ayrılmaq şərti ilə. Bu mütləqdir. Buzu oldu, olmadı, dəxli yoxdur. Və içindəki olan bütün məhsullarda, məhsullar bir-birlərinə hamısı dost deyirlər də. Olan bir çoxu bir-birinə düşməndir. Ona görə də onlar hər biri ayrı konteynerlərdə olmalıdır. Qida üçün olan konteynerlərdə olmalıdır və qapaqları da bağlı olmalıdır. Misal üçün biz, siz də eləmişsiniz, mən də əvvəllər elə etmişəm. Misal biz xiyarla pomidoru bir yerdə saxlayırıq soyuducuda, bir qabın içində saxlayırıq ki, onsuz yeyirik də bir yerdə. Amma pomidor etilen qazı buraxır, xiyar da zayılıyır. Ona görə də onları bir yerdə saxlamaq olmaz. Ayrı-ayrı konteynerlərdə olmalıdırlar. Misal üçün biz bananı gətirib soyuducuya qoyuruq, bananı soyuducuda saxlamaq olmaz. Çünki banan birinci özünü qaraldır, o soyuq sevmir axı, istidir. Plus da digər məhsulların hamısını yetişdirir. Yəni digər bütün tərəvəzləri, meyvələri yetişdirir. Banandan başqa olaraq banandır, armuddur, pomidordur. Bunlar digər məhsullarla bir yerdə qalan məhsulları yetişdirir. Daha doğrusu onları xarab eləyir də. Yəni xiyar da həddini artıq çox qalıb yetişəndə o başlayır xarab olmağa. Ona görə də onlar bir yerdə saxlamaq olmaz. Onlar ayrı-ayrı yerlərdə. Bəs misal üçün soyuducuya bəzi elə sezonda da indi xiyar, pomidor deyim ki, və yaxud da bibərdir də. Bunları yuyub qoymağımız düzgündür, yoxsa yumamış qoymalıyıq? Yumamış qoymalıyıq daha çox. Amma palçıqlı da qoymaq olmaz. Xüsusən, misal üçün moruqdur, çiyələkdir. Bunları ümumiyyətlə su dəyməməlidir. Tut, su dəyməməlidir. Yəni yuyulmamalıdır qəti şəkildə. Yəni üstündən elə su axıtıb qoymaq da olmaz. Elə direkt konteyner qutuda qoymaq lazımdır. Amma qapağın üstü mütləq ara məsafələri olmalıdır ki, hava keçə bilsin. Amma saxlama müddəti maksimum 2 gündür. Onu artıq saxlaya bilməzsiniz. 2 gündür. Bir də ki, baxın Kamal bəy, mən görürəm indi sosial mediada çox belə yayğındır. Əsasən Kore, Kitay mətbəxində görürəm. Adi kartof belə yuyulur. Yuyulanda içinə hansısa bir məhlullar tökülür ki, bu daha təmiz yuyulsun. Məhsullar bilmirəm də indi nədir, qatqılar nə tökülür. Bu nə dərəcədə düzgün? Məsəl üçün pomidoru yudum. Mən krantın üzərində belə yuyuram və doğrayıram da. Bu düzdür yoxsa yox? Ölkə məhsullarımızın 90% orqanik olduğuna görə
o xarici səhifələrdə gördüyünüz kimi vasitələrə ehtiyacımız Bizə yoxdur. uyğun deyil. Hələ bizə məsləhət deyil o dəqiqə. Bizə də məsləhət olan məsələ odur ki, biz soğanla kartofu bir yerdə saxlamamaq lazımdır. Onlar bir-birlərini cücərdirlər. Ayrı-ayrı olmalıdır. Alt-üst olmaz. Ayrı, tam ayrı. Ayrı qablarda. Ayrı-ayrı qablarda olmalıdır. Soyucuda saxlamaq olmaz. Bir də ki, o alanda biz bəzən kartof torpaqlıq olur. Onu torpağı təmizləmək lazımdır. Yumaq yox, torpaq təmizləmək lazımdır ki, torpaqlı qalmasın orada. Torpaqlı qalmasın. Biz deyirik və siz deyirsiniz ki, bizim ölkəmizdə 90% qidalar təbii məhsullardır. Təbii məhsul olsa belə, indi baxırıq ki, kökəlmələr həddindən artıq çoxdur da, yəni obez belə deyək olurlar. Bu gedir artıq düzgün qidalanmaya. Bəli. Onda təbii məhsullar qəbul ediriksə, bəs niyə kökəlirik? Çünki biz fast foodda daha çox önəm veririk. Qidalanmaqdan əvvəl biz o həyat tərzində yaşamalıyıq da. Aha, fast food. Aha, başa düşüm. Fast food bilirik ki, indi ziyanlıdır, amma ki qəbul etmə qaydası var. Ümumiyyətlə belə deyim də, əslində fast foodun üstündə belə bir söz olmalı, bu mənim şəxsi fikrimdir ki, hər gün istifadə edilməməlidir. Yəni hər gün istifadə etsə nəzərdə tutulmayıb. Yəni bizdə məsəl üçün kimsə blogerdə çıxır, bir fast foodu reklam eləyir, effektlər qatırır falan, mən çəkir, yeyir, çox gözəl, dadlı, əla. Yəni onu biz hər günə yeməməliyik. Onu da biz həftədə bir dəfə, 10 gündə bir dəfə, əgər ürəyiniz çəkirsə, nəfsiniz çəkir, yeyə bilərsiniz. Amma bu demək deyil ki, biz onu hər gün yeməliyik. Hər gün fast food ziyanlı. Hər gün o deyir, suyu da çox içsən ziyan olar misalı var da. Fast foodu hər gün qəbul etmək olmaz. Bəs düzgün qidalanma necə olmalıdır Kamal bəy? Bu biraz bilirəm belə böyük mövzudur. Düzgün qidalanmaq üçün birinci növbədə səhər yeməyini yaddan çıxarmaq lazımdır. Kamal bəy həmişə səhər yeməyini birinci deyirlər. Səhər yeməyi bizim üçün reklamdır. O bizə reklam kimi oturub. Səhər yeməyi olmayıb. Olmayıb. Onda Sonradan səhər yeməyi. Baxın, kənd yerlərində deyəcəksiniz səhər yeməyi. Adamlar gediblər heyvanı ilə məşğul olublar, sonra gəliblər yeyiblər. bu da 12-yə 1-ə hardasa. Gəlir çıxır. Bəli. Plus o dağlarda yaşayan adam, o nə yesə, onsuz da onun dağlar onun əlindən alır o enerji ilə. Bizdə axı, bizdə o yoxdur şəhər cəmiyyəti olaraq. Ümumiyyətlə səhər yemək, mən özüm şəxsən 4 ildir yemirəm. Səhər yeməyi anlayışı yoxdur. Kim istəyir ki, sağlam qidalanmada qalsın, ən azından sağlam həyat tərzi sürsün, minimum səhər tezdən, minimum başlanğıc olaraq 3 kilometr yürüyüş eləməlidir. Heç nə yeməmiş. Heç nə yeməmiş. İsti su içirsən, isti su. Çox qaynar su da yox. Çayı içdiyimiz temperaturda. İsti su içirsiniz, minimum təzə başlamaq üçün 3 kilometr, bunu sonra zamanla 10 kilometr qaldırmaq şərti ilə. 3 kilometr yürüyüş edirsiniz. Sonra gəlirsiniz, isti su içirsiniz, bir müddətdən sonra isti duş qəbul edirsiniz, ondan 1 saat sonra və yaxud da 2 saat sonra neçə istəyirsiniz? Əsas 2 saat 12 tamamda gəlirsiniz. Ya istəyirsiniz səhər yeməyi kimi yeyin, ya istəyirsiniz günorta yeməyi kimi yeyin. Fərqi yox, nə istəyirsiniz yeyin, amma yeyin, 12-də yeyin. Bir də axşamüstü 6-da yeyin. Gündə 2 dəfə. Bu aralıqda heç nə yeməyək. Aralıqda yoxda da gündə 2 dəfə yemək. Gün nə qədər çox yemək yesəz, o qədər çox şəkər olmaq riskiniz var. Çoxaldırıq. Aha. Çox dəyərli Sağlam Həyat kanalının izləyiciləri, nəhayət ki o gün yetişdi. 30 noyabr 2025-ci ildə Nizami Kinoteatrında bizim ən çox sevilən qonaqlarımızdan İradə İmanova, Vahid Məcidov və Müşfiq Ötkünlə bərabər 4-5 saatlıq bir görüşümüz olacaq. Bu görüşdə istəyərik ki, siz də bizimlə olasınız. Videolarımızda bizi tək qoymadığınız kimi görüşümüzdə də yanımızda olmağınızı istəyirik. Təşəkkür edirəm. Sağ olun. Kamal bəy, biz burada deyirik ki, nə istəsə yeyək. Axı nə istəyirlər, yeyirlər. Yenə də deyir ki, mən gündə bir dəfə yeyirəm, amma kökəlirəm. Yox, elə şey yoxdur. Gündə bir dəfə yeyirəm, kökəlirəm anlayışı deyil. Baxacaqsınız ki, ona o atışdırdıqlarını saymır. Bəs onlar da yemək sayılır axı. Ən çox problem bilirsiniz nədə olur? Çayı bilmirlər nə ilə içsinlər. Çay çoxlu. Qara çay əslində ziyandır. Qara çay bizim içdiyimiz. Hə, onu əgər limonsuz içirsə, o bizim üçün ziyandır. Çox böyük ziyandır özdə. Ancaq limonla içmək olar. Qara çay ancaq limonla içməliyik. Əgər limonsuz içiriksə, o bizə ziyanı var. Heç bir xeyri yox. Necə ziyanı var bəs? Bizdən o dəmiri aparır.
Bizim məsələn yemək yeyirik. Sonra sızlıq gəlir, çay içirik, qara çay içirik. Qara çay gəlir bütün bədənimizdəki dəmirləri aparır özü ilə. Yuyur aparır. Bizə heç nə qalmır. Amma limon onun qabağını alır, qoymur dəmir aparmağa. Ya ümumiyyətlə qara çaydan istifadə etmirik, yaşıl çay istifadə edirik. Ya da qara çay istifadə etsin, mütləq içində limon olmalıdır. Mütləq. Amma limon axırda yeməmək şərti ilə. Ay, yəni çaydan çıxardıb. Çaydan çıxardıb limonu yemək lazım deyil, ehtiyatla. Aydındır. Burada mən keçmək istəyirəm sağlam qidalanmaya hardasa. Yəni biz çox eşidirik son vaxtlar ki, son deyəndə bir 8-10 il ərzindəki sağlam qidalanma. Sən burada necə istəsən də formaya da gələ bilərsən, can sağlığında yerində ola bilər. Ümumiyyətlə sağlam qidalanma nədir və necə olur? Biz bayaq danışdığımız sağlam qidalanmanın saatları idi. Ümumiyyətlə sağlam qidalanma budur ki, o bayaq dediyimdə fast fooddan aralı durmaq lazımdır. Gündəlik yemək məsələsi. Yeməyin saatı olmalıdır. Məsələn 12-də yedin, bir də axşamüstü 6-da yedin. Düzdür, indi bizə deyəcəksiniz ki, bizdə toy məclislərimiz falan düşüb, onlar nədir? Az qalaq orada. O zaman məsəl üçün 12 tamamda yeyirsinizsə, 6 tamamda çörək yemədən qəbul edə bilərsiniz. Bu da toya hər gün getmirsiniz ki, nə vaxtsa gedirsiniz, sonra yenə həmin rejimə düşürsünüz də. Yəni buna deyirlər əslində bəziləri deyir, buna araqlı soğuz da deyirlər, amma bunun ondan biraz fərqi var. Çünki burada sudan başqa mayelər də qəbul edə bilirsiniz. Başqa meyvələr də qəbul edirsiniz. Bu insanın çəkisinə görə dəyişir. İnsan həddindən artıq tez, sağlam şəkildə çəki vermək istəyirsə, bunun üçün birinci növbədə immuniteti qaldırmaq lazımdır. İmmuniteti qaldırmağın da ən asan yolu bizim ölkə üçün, ən asan yolu zəfərandır. Aha. Əsasən immuniteti qaldırmaq olmur deyirlər, yəni mümkün deyil. Yəni deyirlər mümkünsüzdür immuniteti qaldırmaq. Yox, zəfəran tam şəkildə qaldırır. Dünyanın ən bahalı ədviyyatı zəfərandır və o bizim ölkədə yetişir. Aha. Zəfəranla immuniteti qaldırırıq. Ondan sonra biz rahat istədiyimiz şəkildə verə bilirik, sürətli. Sürətli də verə bilərsiniz, yavaş da verə bilərsiniz. Necə istəyirsiniz verə bilərsiniz. Bu sizdən asılıdır. Prosedur necə baş verir Kəmal bəy? Bunun üçün zəfəranı deməli dəmləyirik. Qaynatmaq lazım deyil. Zəfəranı qaynatmaq üçün. Ümumiyyətlə bir çox çayı məsəl üçün qaynada bilərik. Amma zəfəran dəmlənməlidir. Məsəl üçün biz çayı, suya əlavə edirik, qoyuruq qazın üstünə, altı yandırırıq. Bu qaynatmaq sayılır. Zəfəran isə qaynama yox, dəmləmədir. Biz ora 70 dərəcə suyu tökürük bir çaynikin içinə. İçəcəyimiz adamın sayına görə, adamın qan analizine uyğun olaraq hamıya eyni vermək olmaz. Həkim məsləhəti də mütləqdir, xüsusən də hamilə adamlar üçün. Ona görə də biz ona görə say müəyyən edirik ki, bura neçə dənə tel atacağıq. Çox olmaz axı. Adam sayına uyğun telləri təyin edirik. Bəli, neçə nəfər. Minimum deyək ki, bir adama 5 tel istifadə edəcəyik. Onu atırıq içinə. Sonra həmin o 70 dərəcə qaynamış suyu tökürük, qapağını örtürük, onu dədə-baba üsulundan bağlayırıq. Bükürük də. Bükürük, bunu eləyirik yatmamışdan öncə. Və yatırıq, səhər dururuq yuxudan. Qazın altını yandırın, dəmiri qoyun. Dəmir isti oldu, söndürün qazı. Sonra həmin o bayaq axşamdan bükülmüşü gətirib qoyursunuz sonra üstünə. Çaynikin o uc hissəsini əlinizə vuranda görürsünüz, istilik hiss eləyirsinizsə, deməli ucu gəldi, bəs eləyir. Götürürsünüz, içirsiniz. İlk günlərdən hiss eləyəcəksiniz ki, sizin bütün bədən üzvlərinizin içində dəyişiklik hiss eləyirsiniz. Elə bilirsiniz ki, qanınızda nəsə gedir damarların içində. Onu hiss eləyəcəksiniz, o sürəti. Yəni getdikcə qan dövranınız düzəlir. Baxın, şəkəri eləyir, bərabər vəziyyətə gətirib çıxardır. Zəfəran şəkəri aşağı-yuxarı söhbətini etmir. Bədənin immunitetini qaldırır. Bizim bütün xəstəliklərin immunitetimiz aşağı düşəndə olur. Bizdə də arıqlamaq üçün cürbəcür çaylar, kofelər falan filan hər şey var da yəni. Bu təbii olmayan hər şey var. Təbii olmayan hər şey var və o təbii olmayan hər şey də və yaxud da var ki, xüsusi yeməklər hazırlayıb verirlər ki, bunu yeməlisən. Kəsdin, avtomatik kökəlirsən, biraz da kökəlirsən. Amma belə olmamalıdır arıqlamaq. Mən misal üçün öz təcrübəmdə də etmişəm. Siz nə yeyirsinizsə, mən onun üzərindən sizə arıqlamaq proqramı verirəm. Nə yeyirsiz? Məsələn, gündəlik sizin qidanız nədirsə, mən onu dəyişənmərəm, amma mən onu tutaq ki, 30 gün dəyişdim, 60 gün dəyişdim. Amma mən sizə bir ömür boyu sizin mətbəxinizi necə dəyişə bilərəm, düzdürmü? Siz həmin mətbəxi saxlayırsınız, sadəcə
gün rejim var da. Misal üçün 12-də yediniz, axşamüstü 6-da yediniz. Hə bir də müəyyən məclisləriniz var, onlara da gedə bilərsiniz. Sadəcə bu rejimin müəyyən qaydaları var. Spirtli içki ilə şirniyyatı müəyyən müddət menyudan çıxartmaq lazımdır. Bu da ki elə bir şeydir, bunu menyudan çıxartmaq olar. Amma sizin bütün mətbəxinizi mən necə menyudan çıxarda bilərəm? Ağız dadınıza müdaxilə Hə, olmur. ağız dadınıza ümumiyyətlə müdaxilə olmamalıdır. Bu yalnız sizin rejim dəyişilməlidir. Ya bu müddətdən sonra isə bu rejim sizə ömürlük qalacaq. Siz həmişə elə bu rejimdə yaşayacaqsınız. Baxın, səhər yeməyi menyudan çıxır, günorta yeməyi var, axşam yeməyiniz var. Bu menyunu davam edirsiniz. Sizin çəkiniz heç vaxt artmayacaq. Mümkün deyil. Nə qədər yesəz də artmayacaq. Amma gündə 2 dəfə yeyirsiniz də. Amma zəfəranı mütəmadi qəbul etməliyik, hə? Zəfəranı ümumiyyətlə mütəmadi qəbul etmək, zəfəran çox güclü bir ədviyyatdır. Hər gün qəbul eləmək də olmaz. 10 gün qəbul edib fasilə verə bilərsiniz. Bu hər bir insana görə dəyişir. Həm onun yaşına görə dəyişir, həm onun xəstəliyinə görə dəyişir. Əvvəldən zəfəran istifadə edən şəxs o xəstəliklərin heç birini yaşamırdı, yəni onun üçün problem yoxdur. O 10 dənə də tel istifadə edə bilər. O adam var, misal üçün mən tanıyım, deyir 20 tel atıram içinə. Mən ona deyirəm ki, bu çox ziyandır da. Və səndə bu xəstəliklər də elə qalıb yerində. Görürsən, heç bir təsir eləmir, hər də artır. Deməli, düzgün istifadə etmə qaydası var. Düzgün istifadə qaydasına da əməl etmək lazımdır. Onda Kamal bəy, siz deyirsiniz ki, zəfəranla bir çox xəstəliyi müalicə eləmək olur. Müalicə eləmək olmur, xəstələnməmək olur. Zəfəran qəbul edərək xəstəlikdən özünüzü qoruya bilərsiniz. Aha, xəstəlikdən özümüzü qoruya bilərik. Dünyanın ən bahalı zəfəranı Bilgəhdə yetişir. Bilgəhdə yetişir. Bəli. Nə üçün ən bahalı olur o? Zəfəran belədir ki, zəfəran əslində bahalı olmaq səbəbkarı, belə deyim də, zəfəranın soğanağı olur, soğanaqla artır. Bəli. Zəfəran. Baxın, biz zəfəran soğanağını İrandan gətiririk. Bilgəhdə əkirik, olur dünyanın ən bahalı zəfəranı. Dünyanın ən ucuz zəfəranı isə İranda yetişir. Onda bizim torpaqlarımızdadır. Bəli, bizim torpaqlarımızda var. Ya sırf Bilgəh torpağındadır. Sırf Bilgəh torpağındadır. Sonra Zirədir. Sonra artıq Yunanistanı var, digər ölkələri var, ora Hindistanı var, İranı var. Çox dəyərli izləyicilərimiz, mən sizə çox təşəkkür edirəm izlədiyiniz üçün, kommentlər bildirdiyiniz üçün, kanalımıza abunə olduğunuz üçün. Amma biz aylıq statistikalara baxırıq. Aylıq statistikalarla heç də bizim rəqəmlərimiz düzgün gəlmir. Baxırıq ki, izləyici sayı, izləmələrimiz real daha çoxdur, amma izləyici sayında isə rəqəmlərimiz artmır. Rəqəmlərimizin artması isə birbaşa bizim gələn qonaqlarımıza, əməkdaşlarımızın çalışmasına, bizim özümüzün fəaliyyətimizin davam etməsinə təsir göstərəcək. Bu sizin üçün çox sadəcə bir düymə basması ola bilər, amma bizim üçün isə böyük bir əhəmiyyət kəsb edir. Hər birinizdən çox xahiş edirəm. Bizə dəstək olmaq üçün mütləq şəkildə kanalımıza abunə olun. Kommentlərinizi həmişəki kimi əsirgəməyin və bu yolda bizi tək qoymayın. Təşəkkür edirəm sizə. Nə özəlliyi var ki, bizim Bilgəhin və Zirənin? Baxın, bizim zəfəran, misal üçün bilinir, 1 qram Azərbaycan zəfəranının tərkibində olan Faydalı minerallar 10 qram İran zəfəranının içində yoxdur. Bizim 1 qramda olan, bəli, 10 qramında yoxdur. Amma halbuki mən televiziyadan da baxıram, İran zəfəranını çox tərifləyir. Yəni sosial mediada ya burada kim tərifləyir? Kim tərifləyir, düzdür. Orada da razıyam sizlə. Baxın, zəfəranın İtaliyada auksionda keçən il səhv eləmirəmsə, bizim zəfəran 50 avroya satılırdı 1 qramı. İran zəfəranı siz orada o qiymətə görə bilməzsiniz. Mümkün deyil. Və zəfəran baha olmağının səbəbi də onun yığımıdır əsasən. Onun üçün heç bir aparat yoxdur, onu əllə yığırsınız. Baxın, əvvəlcə ləçəyi ilə bir yerdə, gülü ilə, teli ilə bir yerdə yığılır, əllə bir-bir yığılır. Baxın, o nə qədər yığılmalıdır ki, 1 kiloqram olsun. Sonra onlar bir-birindən ayrılır, sonra o qurudulur. Ondan sonra hər quruyanda da çəki biraz aşağı düşür. Və bütün bunları nəzərə alın. Bir də bir şey var ki, məsələn, noyabr ayında zəfəran yığımı başlayacaq. Zəfəran yığımı da böyük ərazilərdə də, hektar olan ərazilərdə də bizdə bu işlə məşğul olan şirkətlər var ki, böyük ərazilərdə əkirlər də, həm ölkəmizin daxilinə satırlar, həm də xarici eksport edirlər. Ora yağış düşdüsə, o məhsul bu ildə yandı. Daha yığmırlar. Yəni yağış düşənə kimi nə yığıldı, yığıldı.
Məsəl üçün belə biz indi sentyabr ayındayıq. Çoxlu yağışlar yağdı. Yağırdan yığım noyabr ayında olacaq. Noyabr ayında. Noyabr ayında yığıma başladı. Tutaq ki 15 hektar ərazisi var. 5 hektarın yığdı, 10 hektara yağış yağdı, 10 hektar qaldı yağışın altında. Bitdi. 5 hektardan çıxan məhsul nəticə olacaq. Çox əziyyətli, çox Çox əziyyətli. Həm də ki onu misal üçün bizdə indi Bakı kəndlərində də əkirlər. Deyirlər ki, biz babam əkib, atam əkib, mən də əkirəm. Bu yaxşı bir şeydir də, yəni ənənə davam edir. Amma bir məsələsi var ki, bu həyətin içində əkir, orada digər ağaclar da var. Onlar da təsir edir zəfəranın keyfiyyətinə. Amma böyük ərazidə əkənlər, onlar həmin bu ağacların ətrafında əkmirlər. Əkin sahəsində əkirlər, yəni onların keyfiyyəti daha yüksək olur. Çünki Həm də onlar torpağın qurutmaq üçün xüsusi yerlər təyin edirlər. Günün altında qurutmurlar. Bunun da qurutma bir standartı var. O standartlar da əməli. Yəni onlar çox əziyyət çəkirlər. Nəticədə yaxşı məhsul çıxardılar ortaya. Aydındır. Onda Kamal bəy, mən belə başa düşdüm ki, biz zəfəranla özümüzə immunitet İmmunitetimizi yaradırıq. maksimum qaldıra bilərik. Maksimum qaldıra bilirik. İmmunitetimizi qaldırandan sonra biz sağlam şəkildə tez, Arıqlama. sürətli arıqlaya bilərik. Bəli. Nə qədər arıqlaya bilərik? Nə qədər istəyirsiniz? Mən özüm misal üçün 3 aya 51 kiloqram arıqlamışam. Bu sizin səhhətinizdə heç bir məsəl üçün dəri sallanmasında, Dəri sallanması kollajen qəbuludur. O da olmalıdır. Hər bir baxırıq yaşa görə də. Yaş məsələsi bəs önəmli. gedən yağdan, piydən, bəs piy balansından, əzələ balansından. Baxın, mən özüm həmin zəfəranı özüm qəbul eləmişəm 30 gün. Bunu əməl eləmişəm. Ondan sonra özümü arıqlatmışam. Bu 4 il bundan qabaq olub. Özümü arıqlatmışam 3 aya 51 kiloqram. 3 aya 51 kiloqram. 51 kiloqram. Bu hələ də qalır. Biraz çəki almışam ondan sonra da. Yəni o da Biraz dediyimiz nə qədər? Məsələn 51 kilo almamısınız da indi 10 kilo. yox. Deyim də sizə 5 kiloqram almışam. 5 kiloqram almısınız. Bəli. Onda gedilən çəki qalır. Siz sistemi saxlayırsınız, belə deyim. Çəki atılıb, sistemi davam edirsiniz. Sistemi davam edirəm. Sadəcə misal üçün o sistemi o 3 ay müddətində şirniyyat qəbul eləmirsən. Bir neçə yemək, bizim mətbəximiz bizdə çox ağır mətbəxdir. Maalesef. Və dadlı mətbəxdir. O bəzi çıxardırıq, misal üçün müəyyən yeməklər var, müəyyən meyvələr var ki, onları da misal 6-dan sonra yeməmək lazımdır ki, daha sürətli çəki verəsiniz. Ümumiyyətlə çəkini atmanın ən asan yolu səhər yuxudan durub saat 12-yə kimi çörək yeyənə kimi olan məsafədir. Bizim arıqlamamız orada baş verir. Çəkini orada itiririk, o saat aralığında itiririk. Digər saat aralığında çəki itirməyib, biz balansda gəzirik. Səhər yuxudan durursunuz, açsınız, su içirsiniz, sadəcə su. Və başlayırsınız hərəkət eləməyə. Misal üçün, mən hər gün səhər 7 kilometr yürüyüş eləyirəm. Hədəf 10 kilometrdir. Amma siz təzə başlayırsınız, 3 kilometrdən başlaya bilərsiniz. Kamal bəy, biz deyirik ki, düzgün, sağlam arıqlama, səhər yuxudan durduq, su içməliyik. İndi biz deyirik ilıq su. Amma ki, bu su mövzusu biraz belə, necə deyim sizə, biraz belə mübahisəli mövzudur. Çünki indi bizdə filtrlər var, bir çoxlarımızın evində. Düşünürük ki, biz təmiz su qəbul edirik. Özümüzü yaxşı aldırdırıq. Daha sonra deyirlər ki, yox, o sular yox. Nə bilim, hansısa xüsusi sular var. Biz onları alırıq, betonlarla, plastik qablarda daşıyırıq. Plastik qablarda plastik qabların nə qədər, necə olduğunu da hələ bilmirik. Təkrar emaldır çoxu. Hərçənd filtrlərdə, plastiklərin içərisində də hamısı, nəysə, bu da belə və son ümidimiz qalır kran suyuna. Yenə də kran suyunu da açırsan, hətta kran suyundan bəzən rəngi şəffaf da olmaya bilir və qoxu da gələ bilir. O qədər daşlı və o qədər daşlı olur ki, o bağlanan yerləri qumla olur. Hə, biz onu həftədə 1-2 dəfə açıb mütləq şəkildə bir onu çırpmalıyıq ki, bu açılsın. İndi deyirsiniz ki, bax, sağlam arıqlamaq üçün, sağlam olmaq üçün səhər durduq, su içdik. Biz nə su içək ki, ən yaxşı üsul dədə-baba üsuludur. Bu vulkanik daşlar var idi, o vaxt suyu tökürdük, süzülürdü. Süzülən daşdan, hə. Ən salamat üsul budur. Bu mənim fikrimdir. Ən salamat üsulu budur. Düzdür, biraz gec su gəlir, hə. Damcı gəlir. Damcı gəlir də. Ən rahat üsulu budur. Baxın, filtrli su ölü sudur. Biz ona mineral qatılır. Hə. O hansı mineral? Orqanik mineral qatılır. O da onda orqanik deyil.
Organikdir. Deyil. Yəni organik olduğunu sübut eləyə bilərsiniz mənə? Mən yox. Mən də sübut eləyə bilmirəm. Onda deyirik ki, qəbul etdiyimiz su əgər belə deyim də, yəni sağlam su içmək istəyiriksə, ölü su içməməliyik. Yəni filtr su da olmamalıdır. Bəli. Krantdan gələn su da Ya hansısa olmamalı. bir markaya güvənməlisiniz ki, o suyu içirik, o su yaxşı sudur. O da açıq qapı günü elan edir. Gedib baxırsınız ki, həqiqətən də bulaq suyudur, şəbəkə suyu deyil. Bu da çox önəmli məsələdir. Biz bəzən şəbəkə suyunu bulaq suyu adına bizə satırlar. O da ola bilər. Şəbəkə suyu necə olur ki? Adi də Cənab? krantdan alırlar, suyu doldururlar, filtrləyirlər, doldururlar qablara, gətirirlər ki, bulaq suyu iç. Sadəcə daha böyük filtrlərdən keçir, düzdür? Elə filtrdən keçir, daha böyük filtrdən keçir Adi deməzdik. filtrlərdən, Adi hə. filtrdən keçir də. Bir də var ki, hansısa bir məşhur bulağın suyu gəlir. Aha. Necə düşünürsüz? Varmı elə bir brend ki, məşhur? Mən istifadə eləmirəm şəxsən. Mən elə o Dədəbaba üsulundan istifadə edirəm. Yəni sizdə o daşdan var, oradan Bəli, bəli. süzürsüz, oradan istifadə. Gec olur, amma sudur. Aha, su odur. Aydındır. Mən başa düşdüm sizə. Yaxşı, mən qidalara keçmək istəyirəm. Bizdə çox belə iddialıdır. Hazırda pomidor sezonudur da, pomidordur, xiyardır, bibərdir, badımcan sezonudur da. Bunlar bu pomidora gedirik, baxırıq. Eləsi var ki 1 manatdır, eləsi var ki 5 manatdır. 6 manata da var hətta. Yəni maraqlı görsənsə də. Bunlar nə qədər təbiidir? Bunlar necə istifadə eləyək? Necə düzgününü seçək ki, yəni evimizə aparanda bilək ki, bu yaxşıdır, bu pisdir. Necə təyin eləyək? Hə, burası çətin məsələdir. Necə təyin etmək məsələsi. Ümumiyyətlə pomidor iki cür, bizim ölkədə iki cürdür. Bir torpaqda əkirlər, bir də o torpaqda əkirlər, amma parnik üsulundan əkirlər. Bu mövsümdə belədir ki, ümumiyyətlə belə deyim də, nə qədər vidi, Görünüşü də belə. görünüşü nə qədər yaxşı olursa, o biraz o qədər şübhə yaradır. Üzü biraz palçıqlı olanda gedib hamı palçıqlayacaq pomidoru. Palçıqlı olanda biraz təbii pomidorlar gəlmə yerinə baxır. Ona görə pomidorun o içini kəsib açıb baxmayınca onu açıb üstündən bilmək biraz çətindir. Çətin olur. Əvvəllər pomidoru kəsirdi, standart idi hamısı. İndi baxırsınız ki, bəzən ya tum azdır, hə, ya da tum həddindən artıq çoxdur. Ya da suyu var, ya da suyu yoxdur. Hə, o deməkdir ki, bunun gibrid üsulu var. Pomidorun da özünün ralli sortu var, belli sortu var, F1 sortu var, F1 İran sortudur. Yəni hər cür o qədər sort var ki, bunu nətə deyim, analiz eləmək lazımdır. Yəni ya dadına baxmalısınız, alıb dadına baxmalısınız, almalısınız, ya da analiz eləməlisiniz. Yəni bunun organik olub olmamağını təyin etmək biraz çətindir. Amma torpaqsız yetişdirmədə bu problemlərin bir çoxu olmur. Torpaqsız yetişdirmədə. O necə olur? Bizdə hələ o qədər inkişaf eləməyib. Əslində mən çox test eləyirəm özüm. Torpaqsız yetişdirmə ən yaxşı üsuldur. onda su ilə yetişdirilir. Bəli, su ilə Su yetişdirilir. ilə yetişdirilir. Onda bəs torpaqdan almalı olduğu bu minerallardır. Torpaqdan almalı olduğu bütün mineralları təbii minerallar vasitəsilə suyun içinə qatıb veririk. Bəs təbii mineralları hardan alırıq? Təbii minerallarda bizim meşə massivlərimiz təbii mineraldandır. O təbii torpaqda yetişdirmədən daha ucuz başa gəlir. Daha ucuz başa gəlmir, amma daha tez başa gəlir. Müddət olaraq. Müddət olaraq, bəli. Misal üçün Misal üçün deyək ki, biz kahını neçə günə yetişdiririk bizim ölkədə? 1 həftəyə. 6 aya. 6 aya yetişir. Kahı 6 aya yetişir. Yetişir, hə. Təbii üsulla olsa. Hə də təbii üsuldan danışırıq da, parnik üsulundan 6 aya yetişdirirlər. Onu torpaqsız 90 günə yetişdirirlər. 3 aya. 3 aya. Arada 3 ay fərq var. Hələ üstündə biraz test eləsək 60-70 günə də satmaq olar. Bəs bunun da biz onun necə deyim 3-6 aya böyümə prosedurunda bunun aldığı bu vitaminlərdir, nə bilim böyümə üsuludur. Biz bunun qarşısına keçib bunu tezləşdiririk. Yəni faydası 6 aydakı kimi olur. Baxın, torpaq belədir. Ümumiyyətlə torpağın gübrələnmə məsələsi standart gedir bizdə. Misal üçün bir dənə gübrə var, onu bütün torpaqlara istifadə edirik də. Həmin torpaqdan da yaxşı məhsul əldə edirik. Düzdürmü? Bununla bağlı heç bir problem yoxdur. Amma torpaq ölür. Torpağın özünün effektidir. Torpağın özünü öldürürük biz. Amma hər torpağın
özün torpaqdan analiz götürüb o torpağa uyğun gübrə hazırlayıb versək, o zaman torpaq da ölməyəcək, məhsul da ölməyəcək. Amma biz bunu eləmirik. Eyni şeyi biz torpaqsız yetişdirmədə eləyirik. Biz bitkiyə ona lazım olan biləcək mineralı veririk. Artıq heç nə vermirik. Və ona artıq başqa bir gübrə də vermirik. Lazım ola biləcəyini veririk. Nə lazımsa onu veririk. Artıq heç nə vermirik. Amma torpaqda başqa gübrə istifadə edildikcə biz elə bir torpağın üstünə hər şeyi tökürük. Bitkiyə deyirik ki, sən özün oradan nə istəyirsən götür. Yerdə qalan da o qalsın torpaqda. Torpaq da onu nəyi qəbul edə bilir? Eləmədiyi halda qat-baqat torpaq ölür. Məsəl üçün bir müddət sonra deyirlər ki, torpağa istirahət lazımdır. Ümumiyyətlə xaricdə var, bizdə bunu çox adam etmir də, çox kənd təsərrüfatıyla məşğul olan şəxslər eləmirlər. Torpağın özünə də istirahət lazımdır. Onu hər il əkməyin adı yoxdur. Torpaq istirahət eləməlidir. Bizdə torpaq istirahət eləmirik. Elətdirmirik daha doğrusu torpağa. Üstəgəl də biz ona elə standart bir gübrəni tökürük, oradan məhsul alırıq da torpağı fikirləşmirik ki, bu torpaq gələn bizə necə xidmət göstərəcək. Amma əslində hər əkin sahəsinin yerinə, məsələn, bir rayon ərazisi götürək, tutaq ki, İsmayıl rayonu misal. Siz İsmayıl rayonunun ərazisində olan kənd təsərrüfatı torpaqlarını analiz götürsəniz, hərəsi bir fərqdə çıxacaqlar. Hamısı eyni çıxmayacaqlar. Yəni baxın, bir rayonun içində bir neçə çıxırsa, gör ölkə üzrə necə çıxır. Ona görə də o torpaqdan analiz götürülməlidir. O analizə uyğun gübrə hazırlanmalıdır həmin torpağa. Hərəsinə uyğun. Hərəsinə uyğun və nə əkiləcəkdir, onu da nəzərə almaq lazımdır. Biz nə əkəcəyik ora misal üçün? Neçə dəfə əkmək olar ümumiyyətlə? Yəni bir il boyunca bir torpaqda neçə dəfə əksək daha doğru olar? Baxın, nə əkirsiniz? Misal üçün, əgər arpa buğda əkirsinizsə, bir dəfə əkirsiniz onu. Bir dəfə ildə bir dəfə əkirsiniz, qutar getdə. Əkirsiniz, məhsulu yığdınız, ondan sonra qış şumu oldu, sonra toxum səpildi. Sonra alağa qarşı dərman zad falan filan da dövlət subsidiya da verir, dərman da verir. Pul kimi də verir, dərman da özündə verir. Onu hamısını istifadə etmək lazımdır. İldə bir dəfə. Misal üçün digər məhsullar var ki, əkilir. Məsələn, yonca belədir ki, bir dəfə əkirsiniz 5 il çıxır. Bir dəfə əkdiniz. İldə indi su varsa, misal üçün Aran rayonlarında il ərzində 5 dəfə biçirlər yoncanı. Biraz dağətəyi rayonlarda 3 dəfə, 2 dəfə, 3 dəfə, 4 dəfəyə də bəzən su varsa çıxartmaq olar, dəmiyə torpaqdırsa. Ona görə məsələn amma şey var ki, yonca əkdin bir dəfə birinci il. Ondan sonra ikinci il taxıl əksən, torpaq təbii şəkildə gübrəsi qalxır. Yəni o deməkdir ki, yonca torpağa yaxşı təsir göstərir. O da birinci il belə, ikinci il əgər belə əksən, yaxşı təsir göstərir. Siz mənə maraqlıdır. Biz burada torpaq deyirik. Məsələn, hər yer qara torpaq deyil də, belə deyim, yəni. Faydalı torpaq deyil, belə deyim. Faydasız torpaqlar da olur da, yəni düşünürəm ki, sarı torpaqlar. Torpağı da gübrə ilə həll etmək olur. Orqanik gübrə ilə də həll etmək olur. Orqanik mineralla da həll etmək olur. Hətta artıq o qədər texnologiya inkişaf edib ki, şoran torpağı belə düzəltmək olur. Şoran torpaqda amma Kamal bəy heç nə yetişdirmək olmur deyirlər. Baxır da şoranlıq səviyyəsinə baxır. Aha, yəni bildiyimiz bu sarı qum torpaqlarda da. Sarı qum torpaqdan səhra nəzərdə tutursunuz? Yox. Davamdakılar deyirəm. Yox, o əşmək olur, əlbəttə əşmək olur. Doğrudan. Bəs necə? Bəs orada prosedurlar necə gedir? Prosedurlar artıq elə deyim ki, böyük ərazilərdə ağır texnikalarla torpağın üstündə dəyişim gedir. Məsələn, torpaq 90 sm qazılır. Orada müəyyən işlər görülür ki, nəticə əldə edə bilərsiniz. Yəni mümkün olmayan heç nə yoxdur, amma işin əziyyəti var da. Bir də bunun maliyyə tərəfi də var. Amma biz hələ bizim torpaqlarımız çox olduğuna görə əkinçi. Biz hələ ona yəqin ki, ehtiyac duymuruq ki, gedək şoran torpağı da düzəldək. Amma bizim şoran torpaqlarda da əkirlər də, pambıq əkirlər. Digər məhsullar var ki, ona uyğun gəlir, əkirlər. Aydındır. Amma torpaqsız yetişdirmə əslində ən innovativ sahədir. Ən mükəmməl sahədir. Torpaqsız yetişdirmək üçün kəndə getməyə ehtiyac yoxdur. Şəhərin ortasında da yaşaya bilərsiniz. Üst-üstə sayılır. Bəli, üst-üstə yaşaya bilərsiniz. Bu plastik üst-üstüz plastik olsun. İstisi boruda olsun, istisi qabda olsun. Amma yəni artıq gedim hansısa rayona, orada torpaq alım. Torpaq almaya ehtiyac yoxdur. Sadəcə bir yer alırsınız, hündürlüyü olsun. Məsələn, bir 5 metr hündürlüyü olsun. Bakı şəhərində də bunu əkib yetişdirə bilərsiniz də.
Daha Nə istəyirik onun hamısını? Yoxsa qarışdıra bilmərik? Məsələn, kahının deyim ki, mən ruslarda çox izləyirəm. Kahının onlarda bəlkə bir 6-7 növü var. sizə hansı növü lazımdırsa onu da əkə bilərsiniz. Onun üçün bağlı problem yoxdur. Iceberg sortu daha yaxşı sortdur. Onu Bəli. əkə bilərsiniz. Bəli. Halbuki biz bunu gəlmədi və biz bunu çox baha qiymətə Gəlməmiz alırıq. də var, yerlimiz də var. Prosta indi yerli nə vaxt olur? 6 aydan bir olur, bildiyim qədərilə. Gəlmə də ki, nə vaxt siz gəlir də. Icebergin yerli olduğunu bilmirdim heç mən. Iceberg ümumiyyətlə torpaqsız yetişdirməyə daha çox Meyillidir. Meyillidir. Hə, çünki tərkibi zaten baxanda, toxunanda su daha çoxdur onda. torpaqsız yetişdirmə ilə bağlı hər şey olar. Prosta onların qiymət məsələsi var. Yəni bu bizim ölkənin bazarı üçün mən nəzərdə tuturam da, xarici bazar üçün əlbəttə ki, qiymət fərqi yoxdur. Bizim bazar üçün isə fərq var. Məsələn biz bizim ölkədə çələyi minimum 1 kiloqram alırıq, düzdür? Amma Yaponiyada dənə-dənə alırlar. Yəni bizim üçün 1 kiloqram çələk, amma onlar dənə-dənə. Biz qarpızı da təzə çıxıb 2 yerə bölürlər. Bəli, bəli. Yəni xarici ölkələrdə qarpızı 4 yerə bölürlər minimum. Yəni Doğru. qiymət məsələsi var da, bizim qəbul, biz qarpızın kiloqramı 40 qəpik almırıq. Xaricdə 40 qəpikdir. Amma indi siz deyirsiniz, məsələn, Kitayların çiyələyi heç bizim çiyələ kimi deyil. Kitayların çiyələyi biri bu boydadır. Bizim çiyələ elə bu boydadır. Yox, o çiyələyin növüdür. Qara çiyələk var, bənövşəyi çiyələk var. Çiyələyin özünün də növləri var. D22-si var, D24-ü var. Dünyanın ən dadlı çiyələyidir. Onu da torpaqsız yetişdirmək olur. Çiyələyi də torpaqsız yetişdirmək olur. Çiyələyin hətta torpaqsız yetişdirəndə onun qabaretində hesablamaq olur. Dadında dəyişmək olur ki, hansı dad istəyirəm, hansı keyfiyyətdə istəyirəm, hansı ölçüdə istəyirəm. Bunlar hamısı Tam torpaqsız. genetikası dəyişdirilir də, belə deyim. Yox, biz genetikası dəyişdirmirik. Genetika başqa şeydir. Biz sadəcə olaraq onu torpaqsız yetişdirmədə bunların hamısına müdaxilə etmək olur. Amma torpaqla onu onda da müdaxilə etmək olur, amma biraz çətin olur. Çünki gələ birinci torpağın analizi olsun, torpağın gücünü biləsən, torpağın gücünə uyğun hərəkət etmək lazımdır. Onda mən belə başa düşürəm ki, torpağın özünün nəyi necə deməli meyvəni hansı ölçüdə, hansı dadda olacağını torpaq özü də müəyyən eləyir. Bəli. Amma suda isə biz müəyyən edirik. Bəli, biz müəyyən edirik. Biz müəyyən etdiyimiz üçün də necə istəyiriksə elə də verə bilirik. Necə istəyirsə ki, biz hər bir şeyin bir Standartları var. Bəli. Daha dadlı eləyə bilərsiniz və hətta dadını biraz az eləyə bilərsiniz. Daha dadlı eləyə bilərik. Çox maraqlıdır. Dünyanın ən dadlı çələyi Ola bilər. Azərbaycanda yetişə bilər. Yəni torpaqsız yetişdirmə artıq bir növ başqa problemlərə də gətirib çıxarır. Məsəl üçün torpaqsız yetişdirmə inkişaf elətdirsək, eksporta ehtiyac qalmayacaq bir çox meyvələrdə. Bizim özümüzdə yetişdirə bilirikdə, niyə onu hardan salaq? Doğrudan da. İdxal ixrac məsələsinə də təsiri var. Bəs burada biz həm də bunun uzun müddətli qalmasını da tənzimləyə bilirik? Yox. Yox. Müddət amma Biz belə eləyə bilərik. Misal üçün deyirik ki, 65 günə kahını yetişdiririk. Biz onu uzada bilərik vaxtın ki, 65 günə yetişməsin, 75 günə yetişsin. Yetişdirməni uzadırıq saxlama müddətinə görə. Yoxsa dərib saxlama müddətinə artıq başqa şeyə getdi çıxdı. Aha, başa düşdüm mən sizə. Baxın Kamal bəy, biz bunları deyirik və burada bizim sağlam arıqlamaq prosedurumuz var da. Bunları biz necə qidalarımızı necə tənzimləyək ki, baxın indi kartofdur bilinmir ki, nədir? İrandan gələn kartoflarımız da var. Bunlar bizim həyatımız üçün çox böyük ziyanlı da ola bilirlər. Amma biz bilmirik, onlar ziyandır, ziyan deyil. Ümumiyyətlə bizim ölkəndə nə yetişirsə onunla qidalanmaq lazımdır. Bura yalnız bananı, avokadonu və kivini çıxmaq şərti ilə. Yerdə qalan bizim özümüzdə nə varsa onunla qidalanmaq lazımdır. Digər ölkələrdə yetişənlər də həmin ölkənin vətəndaşları üçündür. Nə üçün? Bu bizim genetik faktorlarımıza görədir. Dəyişiklik təsir göstərir, bəli. Dəyişəndə nə olur ki? Dəyişəndə axırı yaxşı olmur, fəsadlarımız böyük olacaq sonra. Nə kimi də misal üçün, deyim ki, mən türklərdə bir bamiyə var, misal üçün bamiyadır. Mən onların bamiyasını çox sevirəm. Baxın, biz burada biz tənək dolması deyirik də, indi yarpaq dolması deyirik. Bəli. Biz burada onu yeyirik, necə lazımdır. Üstünə qatıq da içə bilərik, içməyə də bilərik. Bu bizə heç bir təsir olmaz. Siz onu bir xarici ölkədə olan vətəndaşına yedirsiniz, onu xəstəxanaya çatdıracaqlar. Nədir problem? Problem odur ki, onun mədəsi onu götürmür. Biz öz mədəmizi məcbur eləyirik digər meyvələrə. Qeyri-adi adları var, həm etirazlı meyvə var, nə meyvə var. Belə meyvələr sapırıq.
ki bu bizə şeydir, amma bizim Ekstra özümüzün verir. varımızdır onlar hamısı. Bizdə var. Və bundan da biz şey deyirik. Öz Deməli, sistemimizi dəyişirik. Özümüz öz sistemimizi tam dəyişirik, əvvəldən axıra dəyişirik. Könüllü şəkildə dəyişirik. Kamal bəy, sistemimiz dəyişəndə nə olacaq? Sonsuzluğa gətirib çıxardır. Bizim bədənimizin müəyyən demədim bayaq ki, pomidor, xiyar biz bunu öyrəşmişik və bizim sistem yeni qəbul edir, başlayır dəyişilməyə getməyə. Bu əslində bizi inkişafa aparmır ki, yəni bu Yox, bizi biz inkişaf yox. Biz inkişaf etmirik ki. Biz geriyə gedirik. O bizim sistemimizin bu bizim genetik kodlarımızın dəyişməsinə gətirib çıxardır. Ona da təsir edir. Amma zamanla bir günə, 2 günə yox da. Uzun bir müddət. Yaxşı, bəs indi bundan sonra məsəl üçün deyim ki, bizim atalarımız bəziləri, bir çoxsu da deyim ki, sushi yeməyiblər. Amma biz orta nəsildə də biz həm yeməmişik və daha sonra yemişik, amma bu gün mənim uşaqlarım sushi istəyirlər. Yemək yeyə bilərlər. Yəni dünyanın bir neçə ölkəsinin ən yaxşı yeməklərinin dadına baxmaq başqadır, onu gündəlik qidaya əlavə etmək başqadır. Hə, yəni bizim yarpaqda olmamız kimi olmamalıdır, aşımız kimi olmamalıdır. Yəni məsəl üçün həftədə məsəl üçün fast food yeməklərini mən bayaq evdən elə bura gələndə baxıram ki, fast food obyektlərinin qabağında növbədir, tələbələr. Çoxdur. Onlar hər gün onu qidalanır da. Bəli. Düzdür, amma bizim özümüzün fast foodumuz var da. Qutab var da bizim fast foodda. Onu hər gün yemək olar. Düzdür, amma biz nə edirik? Biz tərkibində istifadə olunan yağların mənşəyi bilinməyən və onun içindəki ətin də necə ət olduğu, yəni qiymətindən zaten bəlli olur. Onları hər gün qəbul etmək bizim genetik fondumuzu dağıdır. Məhv edir. Sonsuzluğa gətirib çıxardır. Hər gün qəbul edirik. Çünki baxın, istənilən bir ticarət mərkəzinə daxil olursunuz, baxırsınız ki, istifadə olunan yemək ancaq fast fooddur. Yəni bunu hər gün yeyirlər də. Bəs biz öz yeməklərimizi nə vaxt yeyirik? Kamal bəy, siz necədir? Bu indi ağız dadı dəyişir də. Baxın, indi deyirik ki, gənclər dayanıb orada növbədə və bunlar yemək istəyirlər. Bunların artıq ağız dadı dəyişib, bunlar artıq bunu öyrəşirlər. Və istərsə də restoranlar belə olsun. Bəzi restoranlara gedirsən ki, deyim ki, o kababı sırf orada yemək istəyirsən. Axı bunlara dadlandırıcılar əlavə olunur. Ona görə biz özümüzdən asılı deyil axı. Biz baxırıq ki, biz oturmuşuq evdə falan restoranda, bu kabab mənim də yadıma düşür və istərsən sənin beynin səni ora... Bizim fast foodların çoxunda bəlkə də hamısında var, Çin duzu var. Çin duzu. Çin duzu nədir? Çin duzu insan bədənində doyumluq deyirlər, o lor dediyim düyməni söndürür. Sən doyubsan, doymamısan bilinmir. Yeyirsən, fast food görsən, müəyyən fast foodlar var, adını çəkmir. Onları yedikcə yenə də yemək istəyirsən, deyirsən birində alım, yeyirsən. Sənin üçün yenə gəlirsən, deyirsən birində alım. Çünki o içində Çin duzu var. Və onun üçün elə qatırlar ki, siz onu məcbursuz hər gün yeyirsiniz. O gündəlik yeməyə çevrilir. Bunların da məqsədi odur da, onu gündəlik satmaqdır, düzdürmü? Axı eyni zamanda da bizim genetik fondumuz dəyişdiyinə görə bunun ən pis nəticəsi sonsuzluq çoxalır. Digər problemlər də çıxır. Ən böyük problemimiz odur. Çin duzu. Bəs bu qədər ziyanlıdır, amma bizdə satışdadır, hə? İndi bizdə rəsmi belə satışda olmaya bilər, amma məhsulun içində var da. Yəni fast foodun içində qoyub verirlər də onu. Fast foodun içində. Məsəl üçün elə qiymətə məsələn 3 manata dürüm satırlar. Bu necə ola bilər? 3 manata dürüm. İndi bunu biz belə fikirləşirik ki, gərək özün fikirləşəsən, almayasan. Amma əslində bunun bir qanunu olmalıdır ki, bu 3 manatlıq dürüm necə ola bilər? Bunun içində ət var. Hələ sual olmalıdır ki, ümumiyyətlə. Ətdir içindəki və nə ətdir ki, o 3 manat. Kamal bəy, bəs ətə oxşasa belə, deyim ki, var da toyuq dönərləri, ət dönərləri, ətə oxşayırlar axı. Oxşayırlar da. Oxşayırlar. Məsələ odur ki, ümumiyyətlə biz necədir? Əslində bizim bu toyuq dönəri, ət dönəri məsələn, toyuq dönəri ümumiyyətlə yığışdırmaq lazımdır. Ümumiyyətlə toyuq dönəri. Yəni toyuq dönərləri çox ucuzdur və keyfiyyət də yoxdur. Ümumiyyətlə toyuğun özünün genetikası o qədər dəyişdirilib ki,
Məsələn siz kənd çolpasından dönər hazırlaya bilməzsiniz də. Bu sizə o qədər baha başa gələcək ki, yəni hesablayın. Deyək ki, bunu broilerlə hazırlayırlar, yenə həmin qiymətə gəlib çıxa bilməyəcəksiniz. Baxın, broiler toyuğunu alın, ondan dönər hazırlamağa çalışın evdə. Hazırlamayın da, elə bil ki, restoran necə hazırlayırsa siz də elə hazırlayın da. Yəni istənilən bir restoratora müraciət eləyin. Deyin ki, bu ətlə hazırlayaq bunu. Görün sizə hansı qiymət gətirib çıxardacaq və bu gün hansı qiymətə satılır. Baxacaqsınız ki, arasında qiymət fərqi çox böyükdür. Və sizə orada restorator başı salacaq əslində hansı ətdən istifadə olunur. Məsələ odur. Məsələ odadır. Kamal bəy, mənim belə beynimdə bir dənə sual yarandı. Bir neçə bəzi restoranlar var ki, onlarda dönər həddindən artıq digərlərinə baxanda bir 10 dəfə demək olar ki, daha yüksəkdir. İndi mənə maraqlı gəldi ki, onun əti təbiidirsə, onda onlarda da Çin duzudur ki, sən onlara yenə də ola bilsin Çin duzu yoxdur tərkibində, amma xüsusi deyək ki, hər povurun, şef povurunda özünün resepti var. O reseptin üstünə müəyyən məhsulları qata bilir və onun dadını dəyişə bilir. Bu da ola bilər. O deməkdir ki, hamısının içində Çin duzu var. Amma bizim ölkənin ən böyük probleminin biri odur ki, daha doğrusu restoranlarımızda, bizdə hər restoranın adına bir dənə salat var. Girirsən bir restorana, deyir ki, restoran tutaq ki, adı deyir A salatımız. Baxırsan, deyirsən ki, bu nə salatdır? Deyir ki, bu A restoranın salatıdır. Ya bu B restoranın salatıdır. Və yaxud da bu C restoranının yeməyidir. Restoran adına bir yemək çıxardıblar ortaya. O bütün standartları pozurlar orada. Yəni bizim yeməklərimizə digər məhsullar əlavə edirlər, ona bir ad qoyurlar. Onu ortaya qoyurlar. Biz də bunu bəhbəhlə yeyirik. Biraz qeyri-adiyyə laxıdadır bizə. O da bizim üçün yəni bizim təhlükədir mənim. 100 il sağlam yaşamaq üçün nə etməliyik Kamal bəy? Hər gün səhər-səhər minimum 3 kilometr yürüyüş eləyin. Səhər yeməyini yaddan çıxardın. Səhər yeməyi yeməyin. Bizə səhər yeməyi olmaz. Gündə 2 dəfə qidalanın. Siqaret çəkməyin. Əgər siqareti çəkirsə atmayın. Niyə atmasınlar? 40 yaşından sonra atmağın mənası yoxdur. 40 yaşına qədərdirsə? 40 yaşına kimi ata bilərsiniz. Mən sizə təşəkkür edirəm. Çox sağ olun. Çox faydalı məlumatlar aldıq. Bundan 10 dəfə qat daha faydalı məlumatları gələn verilişə saxlayırıq. İnşallah. İnşallah. Təşəkkür edirəm sizə. Sağ olun. Sağ olun.